Axşamınız xeyir olsun. Biz completing sentence-də relative clauses-in ardını çəkməyə davam edirik. Burada cəmi 20 dənə testimiz qalmışdı. Baxdım ki, bu essential and non-essential adjective clauses-də, hansı ki, bunların hər ikisinə çəfdə toxunmamışlar. Mənim də izah videomda avtomatik olaraq yoxdur. Mən həmin kitabın üzərində izah etmişdim. Gəlin, indi burada qısaca olaraq izah edəcəm sizə ki, essential clause nədir? Non-essential clause nədir? Baxın, essential clause adından da göründüyü kimi önəmli bir məlumat verir cümlədə. Yəni, bu clause cümlədən, baş cümlədən ayırsaq, cümlə mənasını itirəcək. Bu, önəmli informasiya verir. Cümləyə, yəni, belə deyim, yenə də deyirəm, elə bir informasiyadır ki, onsuz cümlənin mənası tamamlanmır. Tərsinə, əksi olaraq non-essential-da isə bu əlavə məlumat verir. Əlavə məlumat vergüllə ayrılır həmişə. Və bu əlavə məlumatı biz cümlədən atsaq, cümləmizin mənası dəyişməyəcək, öz mənasını itirməyəcək. Məsələn, gəlin elə buradan baxaq. Marian Evans, who wrote under the name of George Eliot, was a great novelist. Mənim baş cümləm hansıdır? Marian Evans was a great novelist. Marian Evans böyük bir yazar idi. Artıq burada hansı ki George Eliot adı altında yazmışdı, bu informasiya əlavə informasiyadır. Mən bu informasiyanı atsam da yenə mənim cümləm tam olacaq. Heç bir mənasını itirməyəcək. Deməli, nə dedik? Non-essential həmişə vergüllə ayrılır. O atılanda cümlənin mənası itmir. Essential-da isə cümlədə vergül olmur və ondan məlumatı atanda cümlənin mənası itir. Məsələn, baxaq birə. People who live in a glass houses shouldn't throw stones. People shouldn't throw stones. İnsanlar daş atmamalılar. Hansı insanlar? Fikir natamamdır. Who live in a glass houses. Şüşə evdə yaşayan insanlar daş atmamalılar. Çünki özləri də vulnerable'dır. Daş onlara geri qayıtsa, artıq onlarda heç nə qalmayacaqdır. Ona görə, deməli, yadımızda saxlayırıq ki, non-essential vergüllə ayrılır və orada bu budaq cümləni atmağımız bizim baş cümləmizdən heç nə itirmir. Getdik testləri işləyə-işləyə essential axtarırıq, vergülsüz olanları axtarırıq. 1-dir, 2-dir. 3-də baxın vergül var. Only about 70 people live on Lundy Island. Cəmi 70 nəfər insan yaşayır Lundy Islandda. Hansı ki, Devon sahili boyunca uzanır. Bu artıq əlavə informasiyadır. Mən bunu atsam da burada heç nə dəyişməyəcəkdir. The new college opens this new week. Baxın, yeni college bu həftə açılır. Bu fikir tamdır. Hansı ki, 80 milyon dollara başa gəlibdir. Ona görə də düzgün cavabım essential olaraq 1 və 2 olacaq. Səsə görə üzr istəyirəm uşaqlar və başqa anama gün verib işıq vermir. Non-essential, yəni vergüllə olanı axtarırıq. Biri elə 1-dir, biri də 4-dür. Aristotle was taught by Plato, who founded the academy at Athens. Aristotle Platon idi, nə idi onun adı? Azərbaycan dilində. Onun tərəfindən, yəni müəllimi o olubdu. Fikir bitdi. Hansı ki, o həmin şəxs müəllim Platon Atenada akademiyanın əsasını qoyub. Bu artıq əlavə informasiyadır. Cavabım olacaq non-essential istəyirəmsə 1 və 4. Keçək 52-yə. Non-essential istəyir, yəni vergül. Biri 1-dir, biri də 5-dir. Cavabım C. 53 essential istəyir, vergül olmayan istəyir. 2-ni siləcəm, 3-ü siləcəm, 5-i siləcəm. 1 və 4 olacaq. 54 non-essential vergül axtarıram. 1, 3. Cavabım C. 55 non-essential vergül axtarıram. 1 və 4. 56 essential axtarıram. Vergül olmayan. 1, 4. 57 essential vergül olmayan axtarıram. 1 və 2 A bənd.
58 non-essential vergül olan axtarıram. Başqa hanıdır? 2. 1 və 2. 59 non-essential vergül axtarıram. 2-dir. 4. Essential vergül axtarıram. 2, 3, 5. Burada artıq 3 dənə vergül oldu. Məndən essential istəyir. 1 və 4 olacaq onda. 61 essential vergül olmayan. 1, 3. A bənd. 62 essential axtarır. 1, 4. 63 non-essential axtarır. 1, 2. 64 non-essential 1, 2. 65 essential vergül olmayan. 2 və 4. 66 essential axtarır. 1, yox, non-essential idi o. Deməli olacaq 2 və 3. Cavabım Y bənd. 67 non-essential vergül olan. 1, 4. Non-essential nədir? Önəmli olmayan, yəni atıla bilən informasiya axtarıram mən burada. Non-essential vergül olan. 1, 3. 69 essential 1, 2. 70 non-essential 1, 2. A bənd. Bu qədər uşaqlar. Bizdə deməli qaldı sadəcə completing sentence-dən 74-dən 143-ə qədər. Arada onu da çəkirəm. Bununla da cümlə tamamlama mövzumuzu yekunlaşdıracağıq 11-ci sinif üçün. Ümid edirəm sizə faydalı olar.